Tbilisi prospektindən gələndə Bravo Market Magdos yanı gördünüz bu binada 20 yanvar metrosunun düz çıxışında təmirli kupçalı padmayk qiymətə bir mənzil təqdim edirəm. Təcil satılmalıdır keçən mənzilin təqdimatına. Dəyərli izləyicilərimiz, salam aleyküm hər kəsə. Ekrana yaxın oturun. Bugün metroya yaxın, düz metronun yanında sizə bir dənə gözəl mənzil təqdim edirəm. Nə az, nə çox 45 kvadrat metr demək olar ümumi sahəsi olan zal hissəsi. Qeyd edeyim ki, mənzil tam təmirlidir demək olar. Döşəmə parketli, panorama birbaşa şəhərədir və qismən əşyalı satılır. Kupçada yerində qaydasına səmtlər hamısı qaydasındadır. Bura mənzilimizin zal hissəsi, zalı təqdim edirəm. Dəyərli izləyicilərimiz, istəyirəm zaldan 3 ədəd zalın pəncərəsi mövcuddur və birbaşa şəhər istiqamətinə baxa bilərsiniz. Keçək digər otaqlarda göstərim. Döşəmə parketli, tavan hündürlüyü normaldır. Bura giriş hissəsidir, belə bir geniş giriş hissəsi var. 3 ədəd sanuzel var. Bura master roomdur. Master room daxilində də özünə məxsus bir ədəd sanuzeli mövcuddur. Buradan da birbaşa şəhər istiqamətinə baxa bilərsiniz. Mənzil harada yerləşir? Yasamal 20 yanvar metrosunun düz yanında, Bravo'nun tam yanında. Bura mənzilimizin master roomunun daxilində olan özünə məxsus sanitar qoşar və hamamıdır. Burada da mənzilimizin giriş hissəsi, mətbəx olan hissələrini təqdim edirəm. Mətbəxdə tam təmirli, döşəmə parketli, bütün hər şey qaydasındadır. Burada boydan boya belə bir pixoj mebel yığdırılıb. Burada mənzilimizin hamamı 18 mərtəbəli binanın yerləşir. 17-ci mərtəbəsində mənzilin ümumi sahəsi 147 kvadrat metrdir. Sənəddə kupça keçək, sonuncu otaqda sizə təqdim edeyim. Sonuncu otağımızda təqdim edirəm. Mənzil 147 kvadrat, bir daha qeyd edirəm. Qalan 3 otaq sənəddə kupçadır. Mənzil haqqında ciddi fikir olanlar qeyd olun, nömrəni əlaqə saxlasınlar. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.